Axşamınız xeyir, sənin səsinə baxırsınız. Ağdamın Xıdırlı kəndində işləyən fəhlələrin pulu verilmir. Fəhlələr deyir ki, məsələ ilə bağlı şirkət rəhbərliyinə Natiq Əliyevə müraciət ediblər. Buna baxmayaraq məvaciblərini hələ də ala bilmirlər. Bizim gəlmişik bu Ağdamın Xıdırlı kəndində işləmişik. Bizim pulumuzu French şirkətinin müdürü Natiq Əliyev vermir pulumuzu. Deyir, nə bilim, yoxdur, 10 gün olacaq, bir ay olacaq. Gündə bizi alladır, ay yarımdır ki, biz pul alamırıq. Bu qardaş da veteranımızdır, bu torpaqlarda can qoyub. Bəli, əziyyət çəkmişik, bu torpaqlarda canımızı qoymuşuq. Pulumuzu ala bilmirik. Gəlmişik də hal-hazırda burada işləyirik, French şirkətində. Alacağımız var burada, bölüm miqdarda. Pulumuzu ala bilmirik. 15 nəfər uşağı, 15 nəfərin pulunu vermirlər. Xahiş edirik, aidiyyət orqanlara göstəriş verəsiniz, bizim pulumuzu tez bir zamanda versinlər. Yevlax rayon sakini ünvanlı sosial yardım ala bilmir. Deyir ki, 3 az yaşlı övladın ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Aldığı 300-400 manat əmək haqqı isə kreditə gedir. Ailəsinə baxmaqda çətinlik çəkən vətəndaş deyir ki, tək ümidi ünvanlı sosial yardımdır, lakin bu güzəştdən də yararlana bilmir. Belə bir çətin durumda yaşayıram, belə bir vəziyyətdə yaşayıram. Düz işləyirəm, dövlət işində işləyirəm, amma maaşım kreditə gedir. 350 manat ayda kredit verirəm. Bax, mən ayna qapım baba, belə bir vəziyyətdəyəm, belə bir durumdayım. Mənim imkanım yaxşı olsa, mən ünvan dövlət sosial yardım düzəltdirmərəm. Vallahi düzəltdirmərəm. Baba, burada insan yaşayır. Nə olsun otağın biri hazırdır, nə olsun ki, pol yox, patolog yox, torpağın üstündə bax. Çətin bir vəziyyətdəyəm. Elə bir adamın ünvan dövlət sosial yardım alır ki, vallahi. Baxırsan, imkanı hər bir şey, şəraiti var. Elə bir şey də alır, amma mən ala bilmirəm. Sizdən çox xahiş edirəm, mənə kömək edin. 2000 manatda sosialda mənə cərimə gəlib, ödəyə bilmirəm, çətin bir vəziyyətdəyəm. Gəlin, baxın, xahiş edirəm sizdən, baxın şəraitimə, vəziyyətimə baxın. Sizdən çox xahiş edirəm, mənə kömək edin. Astara rayon sakini Yusif Babazadə deyir ki, hərbi xidmət zamanı xəsarət alıb. Bir müddət öncə 50 dərəcəsinə görə təyin olunan ödənişi dayandırılıb. Hazırda heç bir yerdə işləmir. Məşğulluq idarəsinə müraciət edib, nəticəsi olmayıb. Bildirir ki, maddi vəziyyəti aşağıdır, ailəsini dolandırmaqda çətinlik çəkir. Nə iş tapa bilir, nə də sosial yardım alır. Mən hərbi xidmətdə xəsarət almışam, hər bir sənədlərim də var. Atam da Qarabağ veterandır. Qeyd edim ki, mən 2 uşaq atasıyam. Heç bir yerdə işləmirəm. Maddi vəziyyətimiz çox pisdir. Hərbi xidmətlə dövrünə əlaqədar 50 dərəcə alırdım, onu da kəsdilər. Yəni, borc içindəyik, yəni kreditlər var, onları keçirə bilmirik, çox çətin vəziyyətdə yaşayırıq. 7 ailə üzvüyük ümumiyyətlə, bircə atam işləyir, 450 manat maaş alır, 80 manat da müharibə veteranı pulu alır. Yəni, o müavinətlər də kreditlərə gedir, yəni biz bu maddi ilə bağlı çox çətinlik çəkirik. Yəni, bizə bir köməklik göstərərsiniz. Mən özüm işsizəm, heç bir yerdə işləmirəm. Bu işlə bağlı məşğullara da müraciət eləmişəm. Deyirlər ki, bizdə iş yeri yoxdur. Aidiyyatlı qurumlara hamısı bu çətin vəziyyətlə bağlı müraciət eləmişəm. Heç bir müsbət cavab yoxdur. Savalan qəsəbəsində elektrik xəttlərinin istismar müddəti başa çatıb. Elektrik xəttləri bir neçə yerdən qırılıb. Sakinlər deyir ki, bir neçə yerdən qırılan xəttlər qustar üsulla düzəldilib. Bu isə qəsəbə sakinlərinin həyatı üçün təhlükə yaradır. Maştağanın deməli Savalan qəsəbəsindədir bu. Yüksək gərginlik 35 minlik xəttlərdir. Bu xəttlər çox istismar müddətini demək olar ki, çoxdan da bitirib. 40 ilə yaxındır bu xəttlər var. Xəttlər çox sallanmasın deyə xəttlər bax belə düyünlənir. Azar işi xəttləri bax bu formada təmir edir. Xətt bir dəfə qırılıb, təzədən yamağa vurublar. Sonra xətt çox sallandığından təzədən xətt düyünlənib. Yəni bu xəttdə hardasa 3 dənə belə düyünlənmiş bir zona deyirlər var. Vüqar Əhmədovun sərgüzəştləridir. Azar işçilərin milyonlarla yediyi pullar, amma təmir xəttləri bax belədir, bu formada təmir olunur. Bu həftəlik bu qədər. Şikayətlərinizi videoya çəkib bizim WhatsApp nömrəmizə göndərə bilərsiniz. Hələlik.